Salam değerli izləyicilər, mətbəximə və kanalıma xoş gəlmisiniz. Bugün mən ev çörəyi hazırlayıram. 3 iri çörək üçün kilo yarım undan, 1 xörək qaşığı mayadan və 2 xörək qaşığı duzdan və aparan qədər sudan istifadə edəcəm. Gördüyünüz kimi unu qaba aldım. İndi isə bura drojumuzu əlavə edirik. Və duz. Gördüyünüz kimi duzumuzu və mayamızı əlavə etdik. İndi isə suyumuzu əlavə edirik. Qeyd etdiyim kimi aparan qədər sudan istifadə edəcəm. Və başlayırıq yoğurmağa. Gördüyünüz kimi xəmirimiz hazırdır. Nə bərk, nə də. Gördüyünüz kimi hazır oldu. Xəmirimiz hazırdır. İndi isə 2-3 saat xəmirimizi qoyuruq mayalanmağa. Gördüyünüz kimi çox gözəl qabarıb. İndi isə xəmirimizi kündələrə ayırırıq. Və kündə hazırlayırıq. Və üzərini örtüb yarım saat dinləndiririk. Gördüyünüz kimi kündələrimiz artıq hazırdır. İndi isə bişirmə mərhələsinə gəldik. Bu şəkildə açıram. Bu şəkildə çox bastırmadan yerləşdirin. Və üzərinə yumurta sarısı əlavə edirəm. Gördüyünüz kimi yağladıq. Orta hissəsinə aça da bilərsiniz, açmaya da bilərsiniz. Belə bir halqa edirəm. Və zövqə görə qara çörək otu səpirəm. Və küncüt. Gördüyünüz kimi hazırdır. İndi isə sobamıza qoyuruq bişirməyə. Değerli izleyiciler, ilk kündəmiz hazırdır. Yerdə qalan kündələri də bu şəkildə bişirəcəyik. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Videolarımın davamı üçün kanalıma abunə olmağı və yaxınlarınızla bölüşməyi unutmayın.